Salam, xoş gördük. TV Radio Akademiyasının keçirdiyi mediada Azərbaycan dili mövzusunda təlimlər davam edir. Təlimlər çərçivəsində bugün növbəti telemüzakirəni təqdim edirik. Söhbətimizin mövzusu ekranda və efirdə ədəbi tələffüz problemlərinə həsr olunub. Həmsöhbətim isə Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin Multimedia və Elektron Kommunikasiya Kafedrasının müdürü professor Qulu Məhərrəmlidir. Xoş gəlmişsiniz. Xoş görmüşük. Qulum, gəlin söhbətdə problemlərdən başlayaq ki, sonra həll yolları və sizin tövsiyələrinizlə yekunlaşdıra bilək. Bugün Azərbaycan efirində tələffüzlə bağlı ən ciddi problemlər hansılardır sizin fikrinizcə? Əslində tələffüzlə bağlı olan nöqsanların hamısı ciddi problemlərdir. Bilirsiniz niyə? Ona görə ki, bəzən bizə elə gəlir ki, efirdə istədiyimiz kimi danışa bilərik. İstədiyimiz cümləni, sözü çox sərbəst şəkildə deyə bilərik. Amma unuduruq ki, efir milyonların gözü qarşısındakı bir məkandır, bir səhnədir. Biz oturuq bir məkandayıq, amma buradan 100 minlərdən tamaşaçı baxır. Ona görə nəzərə alsaq ki, Azərbaycan ədəbi dilinin, şifahi qolunun, onun normaya salınmasında, cilalanmasında Azərbaycan televiziyası və radiosu bu qədər tarixi rol oynayıb. Bu məsuliyyəti biz heç vaxt unutmamalıyıq. Düzdür, indi özəl televiziyalar var, YouTube kanalları var, saytların multimedia bölməsi var. Orada da biz Azərbaycan dilinin işlənməsini görürük. Orada da əlbəttə nöqsanlar var. Bəzən bizim həmkarlarımız hesab edirlər ki, necə yazırlarsa o cür danışa bilərlər, o cür tələffüz edə bilərlər. Halbuki dilin böyük bir sistemi var. O da o intonasiya sistemidir. Ədəbi tələffüz sistemidir. Yəni biz bu fikri, düşüncəni, cümləni elə rahat bir şəkildə deməliyik ki, bizi dinləyən adamlar aydın başa düşsünlər ki, biz nəyə danışırıq. Yəni fikrin çox sadə və obrazlı şəkildə ifadə olunması çox önəmlidir. Və bunun üçün də bizim əlimizdə əsas vasitə bax o dediyimiz ədəbi tələffüz qaydalarıdır. Bu qaydalar əslində çox sadədir. Bəlkə də hər kəsin duyduğu, amma bəlkə ifadə eləyə bilmədiyi qaydalardır. Bunlar nədən ibarətdir? Birinci növbədə dil çox təbii olmalıdır. Yəni danışıq təbii olmalıdır. Yəni orada heç bir süni, yəni yazıldığı kimi oxumaq olmaz. İkinci, mürəkkəb anlayışlardan qaçmaq lazımdır. Yəni yazıda ola bilər bunlar olsun, amma ədəbi dildə, şifahi dildə bunlar yol verilməzdir. Üçüncü, bu qənaət prinsipidir. Yəni biz, məsələn, yazıda olduğu kimi, tutaq ki, məsələn, bax, xoş gəlmişsiniz. 30-cu illərdə belə yazırlar, sonra ildə xoş gəlmişsiniz. Amma tələffüzdə bu necə deyilir? Xoş gəlmişsiniz. Yəni, dil qənaətə meyillidir, ona görə bu prinsipi qorumalıyıq. Fonetik qaydalar var, yəni dilin təbiiliyi var. Biz hiss eləyəndə ki, bu dil saxta danışır adam, süni danışır, onu qəbul eləmirik ki, bu yazı dili ilə danışır. Ona görə bax, bunların hamısını nəzərə almaq lazımdır ki, televiziyadakı, radiodakı, mediadakı dil, yəni audiovizual mediadakı dil, bu bizim ana dilimizin yazılı qolundan fərqlənən şifahi ədəbi dilin bir qoludur və burada normallaşmış dildir. Bunun özünü mən necə istəyirəm, danışaram, o cür deyil. Ona görə svetofor nə üçündür? Yol hərəkət qaydalarını tənzim verir. Qaydalar da ondan ötürüdür ki, biz nitqimizi, dilimizi, şifahi danışığımızı tənzimləyək. Bu məşhur Yunan natiqlər var da, bunlardan tez-tez misal gətirirlər. Məsələn, Demosfenin bir yaxşı sözü var ki, dilin 3 qaydası var. Bunun birincisi düzgün tələffüzdür, ikincisi düzgün tələffüzdür, üçüncüsü də düzgün tələffüzdür. Yəni, bax, bu tələffüzün qaydalarına əməl eləyəndə tamaşaçı da bizdən razı qalır. Əlbəttə ki, məzmunun nitqdən söhbət gedir. Yoxsa sən düzgün tələffüz eləyə bilirsən, heç nə deməyəsən, bu da yol verilməzdir. Ona görə televiziya dili, televiziyanın özü böyük nitq mədəniyyəti tribunasıdır. Radio, vaxtı ilə səhnə. Özü maraqlıdır ki, bizdə dilin bax bu qaydaları, haqqında danışdığımız qaydalarını birinci dəfə dilçilər müəyyənləşdirməyib. Məhz radio və televiziyanın fəaliyyəti ilə. Səhnə adamları. Azərbaycan dilinin birinci danışıq qaydalarını müəyyənləşdirən adam Kazım Ziyadır, bizim məşhur aktyorumuz. 46-cı ildə səhnə danışığının qaydaları belə bir kitab var. Sonra gələn alimlər ona istinad edirlər. Dəmirçizadə də, Şirəliyev də,
digər bizim alimlərimiz Əziz Əfəndizadə də və s. Yəni dil cilalamağı öz kökünü deməyim odur ki, praktikadan götürüb. O demək deyil ki, dilçilər onu nəzərə almırlar, bilmirlər. Yəni dil öz kökünü praktikadan götürür. Nəyin əsasında bu qaydalar müəyyənləşir? Dil təcrübəsi əsasında. Ona görə də bax, o dil təcrübəsi bizə imkan verir və həm də bizim çox gözəl natiqlərimiz. Bu televiziyanın özündə o qədər belə gözəl natiqlər çıxış ediblər. Öz nitqləri ilə, danışıqlarının məzmunu ilə, cazibəsi ilə Azərbaycan tamaşaçısında çox böyük zövq oyadım. Yəni necə danışmaq olar, necə düzgün, dürüst danışmaq olar. O adamlar indi də var, düzdür, sayları azdır. Amma bütövlükdə götürəndə televiziya bizim üçün bir nitq mədəniyyəti tribunasıdır. Əslində çox maraqlı məqama toxundunuz. Bəli, nədən danışmaq önəmlidir, amma təbii ki, necə danışmaq da önəmlidir. Çünki biz bəzən səsin tembrinə, hətta səsin rənginə və yaxud danışıq tərzinə və diksiyasına görə dinləyiciyə çevrilirik. Amma siz demiş, mövzuya görə o söhbəti dinləməyə davam edə də bilərik, etməyə də bilərik. Məzmunca, bəli. O zaman... Dediniz ki, yaxşı məsələ toxundunuz. Məsələn, dilin, səsin, sözün rəngi var da, bu intonasiyadır. Biz intonasiyanı necə seçirik? Yazıda o görünmür. Bu Bernard Shaw'nun məşhur sözüdür da, hə və yox sözlərini bir cür yazıb, amma 50 cür tələffüz eləyə bilirik. Yəni, tələffüzün gücü, intonasiyanın gücü, insanın bax o dediyiniz səs tembrinin gücü, yəni onun səsinin keyfiyyəti çox böyük rol oynayır. Bizim məşhur aktyorlar, indi biz də görəndə o parçaları heyrət eləyirik ki, ilahi Allah Taala bunlara nə boyda istedad verib və bunlar necə gözəl bunu ifadə eləyirlər. Böyük sənətkarlar, bizim böyük natiqlərimiz, alimlərimiz, akademiklərimiz olub. Yəni, indi də var da, akademik var ki, nə danışır, başa düşmürsən. Ya, məsəl üçün, lap professor olsun, yəni fikrini çatdıra bilmir. Yəni, yazıdan fərqli olaraq mən hesab edirəm ki, şifahi danışıq, şifahi ədəbil daha böyük məharət tələb eləyir. Yazının da öz çətinlikləri var ki, sən çox mənalı şəkildə bu həqiqəti, bu mətləbi ifadə eləyəsən. Amma şifahi nitq artıq ortaya girir. Nə? İntonasiya, səsin keyfiyyəti, ifadə tərzi, tembr, daha sonra vurğu. Bu çox önəmlidir ki, sən nəyi vurğuluyursan məntiqi vurğunda? Diktorlar üçün, reportyorlar üçün, televiziya aparıcıları üçün sən sintaqmların, nitq fərqlərini necə bölürsən, məntiqi vurğunu harada qoyursan, tamaşaçıya nəyi çatdırmaq istəyirsən, bunlar çox böyük məharət tələb edir. Ona görə şifahi nitqə elə belə baxmaq olmaz. Qulməm, sizcə efirdə təbii danışıqla ədəbi norm arasındakı balansı necə qorumaq olar? Özəlliklə bir tövsiyə şəklində efirdə, ekranda olanlara necə ünvanlayardınız? Bunlar prinsipcə bir-birlərini inkar eləmirlər. Əslində bunlar çox yaxındır. Həm təbii danışıq, həm də o dediyiniz ədəbi tələffüz normaları. Bir dəfə deməli, belə bir hadisə ədəbiyyatda misalı gətirirlər. Sovkapyemkanın baş katibi olub Nikita Sergeyeviç Xruşov. O, Moskva Dövlət Universitetinin tələbələri ilə görüşdə jurnalistika fakültəsinin tələbələri ona sual veriblər ki, Nikita Sergeyeviç, bu televiziyada necə danışmaq doğrudur? O da deyir ki, belə də, yəni biz sizlə necə danışırıqsa o cür. Sonra müəllimlər ona qarşı çıxır ki, yox, indi belə deyilir. Amma əslində o sözdə həqiqət var. Təbiilik mənasında, bax o sizin verdiyiniz suala. Yəni, süni danışığı dərhal hiss edirlər. Təkcə adi həyatda yox ha. Ekranda da süni danışan kimi kamera onu böyüdür, yayır, tirajlayır. Dərhal görünür ki, bu adam süni danışır. Və ona görə də bax o təbiiliyi nitqin özündən götürmək və onu ədəbi normanın içərisinə salmaq. Qəlib olaraq. Üstə gəl məna, gözəl məna ilə ifadə eləmək ən yaxşı olamadı. Bax, bu üç bucağı dəqiq tutmaq və vermək lazımdır. Müasir dövrdə bir çox mənfi və ya müsbət təsirlər qeyd oluna bilər dillə bağlı. Amma özəlliklə rus və türk dillərinin təsiri ilə formalaşan yanlış vurğu və intonasiyalar haqqında da tez-tez danışılır. Onunla bağlı nə qeyd edə bilərsiniz? Bu çox ciddi məsələdir. Yəni, məsələ, məni də az-çox bu televiziya dilin, dil problemlərinə məşğul olan adam kimi narahat eləyir. Dilə kənar təzyiq. Burada əlbəttə həm türk dilinin təsiri var, televiziya və radiolardan gəlmə, cizgi filmlərdən gəlmə. Onlar birbaşa uşaqların nitqinə təsir eləyir. İngilis dilindən bu dəqiqə çox həm söz, həm tərz gəlir. Vaxtıyla bizim özəl radioların birində informasiyanın xəbəri o qədər sürətlə oxuyurdular ki, mən yəni özümə borc bildim bunlara izah edeyim ki, əziz həmkarlar, gənclər,
Azərbaycan dilində bir dəqiqədə 80 sözdən çox demək mümkün deyil. İngilis dilində 120 söz deyə bilərsiniz. Ona görə aglutinativ dilə xas olan oxu tərzini flektiv dilə keçirtmək olmaz. Hər dilin özünün təbiiliyi var, özünün xüsusiyyətləri var və biz ona uyğun hərəkət etməliyik. Və yaxud dediyiniz, məsələn, türklər Londona Londra deyir. Ya biz onu niyə təkrar eləməliyik ki, bu Londondur da bizim dilimizdə. Azərbaycan dilində uzun müddət süzgəc olub rus dili. Biz bunu dana bilmərik. Yəni, xüsusi adlar, amma vurğularda müəyyən deməli dəyişmələr edir. Bizim çünki o dövrdə televiziya, radio diktorlarının həm yaxşı dilçi mütəxəssisləri var idi. Yəni burada Ağamusa Axundov kimi, sonra Müseyib Məmmədov kimi, Əziz Əfəndizadə kimi məsləhətçilər var idi. Onlar morfepiyanı gözəl bilirdilər və həm də dil praktikasından onu əlaqələndirə bilirdilər. İndi amma vurğuların bir çoxu başqa kənar təsir altındadır. Amma bunun müəyyənləşməsində azdan çoxdan televiziya nitqində bizim də zəhmətimiz var ki, yəni biz bunları bir metodik vəsait kimi vermişik ki, məsələn, biz bilməliyik ki, fransız dilində olan sözlərdə vurğu sözün son hecasına düşür. İngilis dilində əvvəlin hecaya düşür. Başqa dillər var, Avropa dilləri, onlardan hansı şəkildə düşür? Konkret bunun qrafiki var, diktorlar üçün belə bir təlimatlar var. Ona görə onlara əməl eləmək lazımdır. Yoxsa indi yenidən Amerika açmağa ehtiyac yoxdur. Yeni söz gəlir, biz bunun yazılış şəklini müəyyənləşdirməliyik. Elə onu soruşmaq istəyirdim. Xarici adlar və özəlliklə terminlərlə bağlı bəzən belə deyib də tərəddüddə qalır. Efirdə olan aparıcı və tamamilə doğrudur. Bilirsiniz, biraz burada orfoqrafiya lüğətindən gəlmə bəzi təəssüf ki, nöqsanlar var. Məsələn, WhatsApp sözü. Biz bunu necə deyirik? Bu WhatsApp deyirik. Amma 10 ingilisdən 8-i bunu WhatsApp şəklində deyir. Biz bunu WhatsApp şəklində yazmalıyıq, amma WhatsApp oxumalıyıq. Çünki sözün axırında vurğu varsa, ondan gələn əvvəldə gələn o varsa, o A şəklində ifadə olunur. Moskvadır və s. bu cür, yəni dildə formalaşmış bir təcrübə var. Ənənə var. Çox şey ənənənin üzərində dayanır. Ona görə bax, bunlara çox ehtiyatlı, diqqətli yanaşmaq lazımdır ki, biz o səhvlərə yol verməyək. Yəni, bu vurğular, bu alınma sözlər, bax, onların əvvəla qarşılığını tapmaq bizim üçün çox önəmlidir ki, bunları düz müəyyənləşdirək. Yox, əgər bu sözü işlətmək lazımdırsa, ən çox problem bilirsiniz nədədir? Məsələn, ingilis dilində deyilən bu sözü biz necə yazmalıyıq? Yəni, o əlifbadan götürmək bizə mümkün deyil, çünki o qrafikanı biz bütün dillərə şamil eləyə bilmirik. İngiliscədə bizim latın hərfləri imkan verir ki, onu götürək. Yaxşı, bəs onda Çin dilindən, Yapon dilindən o hieroqliflərini biz necə eləyəcəyik? Ərəb dilində biz onları necə eləyəcəyik? Ona görə mən bunu gənc həmkarlarım üçün də bunu tövsiyə edirəm ki, bu qayda necədir? Ənənə, dildə belə formalaşıb. Xarici dildə olan söz o dildə necə səslənirsə, biz onun səslənişinin qrafik şəklini cızmalıyıq. Onu o cür yazmalıyıq və tələffüzünü də öz dilimizə uyğunlaşdırmalıyıq. Yoxsa indi təklif edirlər ki, ana dilində, mənbə dildə necədirsə o şəkildə yazaq. Ay kişi, bunu sən necə eləyə bilərsən? O dildə yazılışda deyək ki, elə hərflər var ki, onlar bizim dilimizdə yoxdur. İndi bizim bəzi nəşriyyatdakı dostlarımız da götürürlər, o şəkildə verirlər. Bizdə W hərfi yoxdur da, onu əvəz eləyən ya bəzi yerlərdə V-dır, bəzi yerlərdə U-dur. Yəni bunu bu dilə belə bu cür belə calaqlar eləmək olmaz. Dil bunu qəbul eləmir. Yəni onda söz əyri bitir, fikir dolaşıq olur, anlaşılmazlıq olur. Aristotelin məşhur sözüdə bir cümlədə bir söz anlaşılmırsa, deməli cümlənin ümumi mənası sənə aydın deyil. Ona görə burada çox sadə notlar var ki, onları biz əməl eləməliyik. Əslində bu mən həm illərin jurnalisti, həm də pedaqoqu kimi sizinlə bu mövzuda çox geniş və maraqlı müzakirə aparmaq olar, amma vaxtımızı nəzərə alaraq sonda belə bir ümumi şəkildə istəyərdim. Azərbaycan efirində məhz tələffüz mədəniyyətini qorumaq üçün 3 əsas addım olaraq efir və ekran insanlarına nəyi tövsiyə edərdiniz? Elə bu 3 olmalıdır. 3 olmaya da bilər, indi 5 də ola bilər, bəlkə 2 də ola bilər. Yox, əslində çox maraqlı verirsiniz bu sualı. Yəni, ən əsas qaydalar var da. Yəni, biz birinci bayaq əslində danışdıq. Birinci, dilin təbiiliyinə diqqət yetirməliyik. Bunun, deməli, mürəkkəb anlayışlardan qaçmalıyıq, dildə qənaəti qorumalıyıq və
orfoepiya qaydalarına uyğun danışmalıyıq. 2 və bunların ortaya çıxartdığı önəmli olan nədir? Mənadır, semantikadır. Siz çox yaxşı düzgün danışa bilərsiniz, amma danışığınızın içində heç nə ola bilməz. Yəni o qaydalar məna, məzmun və bunun gözəl bir şəkildə ifadəsi hər bir televiziya aparıcısını, hər bir müəllimin nitqini aydın eləyir və onu böyük auditoriya üçün anlaşıqlı eləyir. Ona görə mən çox arzulayıram ki, bizim diktorların, aparıcıların dilində səhvlər olmasın. Düzdür, şou proqramlarında bunlar çox vaxt nəzərə almırlar. Bizim özəl televiziyada kəmkarlarımız bəzən oxumurlar, kitab oxumurlar, mütaliə yox, bir şey yox. Sosial medianın təsiri güclüdür, bəli, auditoriyanın təsiri güclüdür. Çünki bilik olmayanda, dil duyğusu olmayanda necə istəyirsən danışırsan. Ona görə də bax, biz bunları nəzərə almalıyıq və mən çox sevinirəm ki, son vaxtlar dillə bağlı, ana dili ilə bağlı, televiziya nitqi ilə bağlı, mediadakı nitqlə, ekran efirdəki nitqlə bağlı bu cür yaxşı müzakirələr gedir və hər halda tamaşaçılar bunu müsbət qarşılayırlar. Dil bizim aldığımız oksigen qədər vacibdir. Hər gün bizə lazımdır və biz ona görə də onun qədrini bilməliyik. Dil daşıyıcısı kimi bu dili qorumalıyıq. Niyə? Çünki dil bizim həqiqətən milli varlığımızın göstəricisidir. Çox təşəkkür edirəm Qulu müəllim, maraqlı və faydalı söhbət üçün. Xatırladım ki, TV Radio Akademiyasının keçirdiyi təlimlər çərçivəsində bugün növbəti müzakirəni təqdim etdik. Həmsöhbətim isə tanınmış jurnalist, professor Qulu Məhrəmli idi. Sağ olun, yenidən görüşmək ümidi ilə.